Salam, bu gün sizə həşərat sancmaları haqqında məlumat verəcəm. Bal arısı, cır arı, hörümçək və digər həşəratlar sancdıqda orqanizmdə bir sıra patoloji hallar həm yerli olaraq, həm də ümumi olaraq özünü biruzə verir. Yerli olaraq sancılmış nahiyənin ətrafında şişkinlik, ağrı, qızartı, yerli temperaturun yüksəlməsi, ümumi bədəndə isə zəiflik, ürək bulanma, qusma, baş ağrısı, baş gicəllənmə, hətta bayılma, ağır hallarda anafilaktik şok, hətta ölümlə də nəticələnə bilir. Bu zaman xəstələrə necə yardım göstərəcək? İlk növbədə sancılmış nahiyədə həşəratın neştəri qalıbsa çıxarılmalıdır. Həmin nahiyə furasilin, rivanol, xlorheksidin və yaxud da sabunlu su ilə yuyulmalıdır. Həmin nahiyənin üzərinə prednizolon məlhəmi çəkirik və üzərinə buz qovluğu qoyuruq. Yanaşı olaraq 2 milli Novakaində 0,2 milli adrenalin durulaşdırılır və həmin nahiyənin ətrafına yeridilir. Həmçinin də xəstələrə əzələ daxilinə 1 milli dimidrol yeridirik. Paralel olaraq 1 milli deksametazon və yaxud da prednizolon ya əzələ daxili, ya da vena daxili yeridilməlidir. Şiddətli ağrılar olarsa, əzələ daxilinə 2 milli analgin vururuq. Tənəffüsdə, ürək fəaliyyətində zəifləmələr olarsa, 2 milli kardiamin və ya 2 milli sulfakanfakain əzələ daxili yeridilir. Bu qədər tədbirlər xəstəyə kömək etməzsə, xəstədə irəliləyiş olmazsa, budun ön nahiyəsinə 0,3 milli adrenalin yeridirik.